dünyanın en enerjili CEO'larından biri. O Microsoft'un keçmiş icraçı direktoru ve NBA komandası Los Angeles Clippers'ın sahibidir. Onun hikayesi 1956-cı ildə ABŞ-ın Detroit şəhərində başladı. Steve Ballmer uşaq yaşlarından riyaziyyata və biznesə maraq göstərirdi. Harvard Universitetində oxuyarkən Bill Gates ilə dost oldular və bu tanışlıq onun həyatını dəyişdi. Harvardda oxumağın da ən gözəl yanlarından biri budur dostlar. Təsadüfən dostluq etdiyiniz biri Bill Gates çıxa bilir. Mövzumuza qaydaq. 1980-ci ildə Microsoft'a qoşulan ilk menecerlərdən biri oldu və şirkətin sürətlə böyüməsinə kömək etdi. Onun güclü liderlik bacarığı və enerjisi Microsoft'u dünyanın ən böyük texnologiya nəhəllərindən birinə çevirdi. 2000-ci ildə Microsoft'un CEO'su oldu və şirkəti yeni texnologiyalara yönəltdi. O Windows XP, Xbox və Office kimi məhsulların uğur qazanmasına rəhbərlik etdi. Ballmer'ın dövründə Microsoft'un gəliri 10 dəfə artdı. 2014-cü ildə Microsoft'dan ayrıldı və Los Angeles Clippers basketbol komandasını 2 milyard dollara satın aldı. Bugün o texnologiya və idman dünyasında uğurlarına davam edir. Steve Ballmer'ın da ailəsinin vəziyyəti təbii ki yaxşı idi. Atası Frederick Henry Ballmer Ford Motor Company'də yüksək vəzifəli mühəndis və menecer idi. Anası Beatrice Dworkin Ballmer evdar qadın idi, lakin ailədə böyük təsir gücünə malik idi. Ballmer'ın atasının Ford şirkətində yüksək maaşlı bir mövqedə çalışması ona əlverişli təhsil imkanı yaratdı. Belə ki, ailəsi ona Harvard Universitetində təhsil almaq üçün maddi dəstək verdi. Həmin Harvarddan söhbət gedir ki, həyatını tamamilə dəyişən Bill Gates ilə də burada tanış olmuşdu.